Zabit olmaq yalnız əmr vermək deyil, məsuliyyət daşımaqdır. Bu məsuliyyət bir ömür boyu çiyinlərdə yaşayır. Çünki vətənə xidmət heç vaxt bitmir. Zabitin silahı yalnız dəmir deyil, onun ürəyi də döyüşür. O, qoruduğu sərhəddə təkcə torpağı yox, sabahı da qoruyur. Hər güllədə bir xalqın ümidi var. Vətəni üçün silaha sarılıb düşmənlə üz-üzə dayanan igidlərimizdən biri də şəhid leytenant Həmzəyev Mərhəmət Rizvanoğludur. Mərhəmət 1997-ci il fevral ayının 24-də Şahbuz rayonu Keçili kəndində anadan olmuşdur. Anadan olduğu, böyüyüb boya-başa çatdığı kənddə hər kəs tərəfindən sevilən, hörmət edilən Mərhəmət vətənpərvərliyi ilə də seçilərmiş. Təhsilinə Keçili kənd orta məktəbində başlayan Mərhəmət, dünya görüşü, bilikləri artdıqdan sonra özünə mən gələcəkdə kim olacam deyə sual verir. Vətən eşqi ilə alışıb yanan ürəyi isə ona sən vətənin keşiyində dayanmalı, onu qorumalısan deyə cavab verir. Elə ona görə zabit olacağı qərarını verən Mərhəmət sonradan Heydər Əliyev adına hərbi liseydə təhsil almağa başlayır. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan Mərhəmət 2019-cu ildə leytenant rütbəsi alaraq məzun olur. Şəmkir rayonuna təyinat alan Mərhəmət həmçinin 2020-ci il iyulun 2-də baş tutmuş Tovuz döyüşlərində də iştirak etmişdir. 44 günlük zəfər müharibəmizin ilk günlərindən ön sıralarda vuruşan Mərhəmət hər kəsə nümunə göstəriləcək döyüş yolu keçmişdir. Təhsil zamanı dərindən öyrəndiyi döyüş taktikasını meydanda mükəmməl şəkildə göstərən Mərhəmət addım-addım işğal altında olan torpaqlarımızı azad edirdi. Şuşaya kimi vuruşmaq xəyalları ilə yaşayan Mərhəmət sentyabrın 27-sində Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhadətə ucalır. Ölümündən sonra Kəlbəcərin azad olunmasına görə Vətən uğrunda medalları və 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif edilmişdir. Şəhid leytenant Həmzəyev Mərhəmət Rizvanoğlu Şahbuz rayonu Keçili kənd qəbirstanlığında dəfn edilmişdir.